Dostlar salam. Bugün sizinle çöp hakkında danışmak isterdim. Çöp meteorizm deyirlər də tibbi dildə. Çöp elə bir geniş mövzudur ki, hətta təsəvvür edin ki, belə balaca kağızda bəzi qeydiyyatları da aparmışam ki, yəni heç nəyi unutmayaq. Siz də bu zamanda mən danışınca kanala abunə olun, videonu da paylaşa bilərsiniz ki, çünki indiki zamanda 90% insanlarda demək olar ki, cürbəcür səbəblərdən köp olur. Ona görə bu səbəbləri indi aydınlıq gətirəcəm hər şeyə. Ona görə mən həmişə deyirəm ki, sosial şəbəkədə, YouTube-da və yaxud da digər sosial şəbəkələrdə onlayn köp müalicə olunmur. Əgər sizdə köp varsa, onda diqqətlə və axıracan qulaq asın. Köp hətta heç bir problem olmadan da ola bilər. Yəni, bəzi qidalardır ki, hansı ki, köp yaradır bizdə. Kələmdir, soğandır, üzümdür, şirniyyatlar, qazlı sular, yağlı və qızardılmış yeməklər, bunlar köp yarada bilir. Bundan əlavə, biz tez-tez yemək yedikdə, istər-istəməz qida ilə bir yerdə hava da uduruq. Bu da köpün səbəblərindən biridir. Yəni, heç bir patologiya yoxdur mədə-bağırsaq sistemində, amma köp. Ona görə ilkin olaraq bu köp yaradan qidaları azaltmaq lazımdır, yağ və yaxud da müvəqqəti olaraq rasiondan yığışdırmaq. Yenə təkrar edirəm, kələmdir, soğandır, üzümdür, şirniyyatlardır, qazlı sulardır, yağlı və qızardılmış yeməklər. Və tez-tez yemək. Ona görə az yemək lazımdır, yavaş-yavaş yemək lazımdır ki, qida ilə bir yerdə biz hava udmayaq. Digər problemlərə keçək. Həzm pozğunluqları. Yəni, həzm pozğunluğu zamanı bizdə köp yarana bilər. Və hansı həzm pozğunluqlarda? Misal üçün, laktaza çatışmamazlığı zamanı. Əgər bizdə laktaza çatışmırsa, süd və süd məhsulları, süd dondurmadır, ağ pendirdir, bunlar köp yarada bilər. Çünki laktaza fermenti çatmırsa, həmin süd məhsullarının tərkibində olan laktoza həzm olunmur və bu da köp yaradır. Sonra həzm fermentlərin çatışmamazlığı. Ümumiyyətlə, həzm fermentləri ən çox mədə-altı vəzi ifraz edir. 40 yaşından sonra mədə-altı vəzinin funksiyası nisbətən azalır. Bu da ferment çatışmamazlığına gətirib çıxarda bilər. Hələ pankreatitlərdən danışmıram mədə-altı vəzinin iltihabından. Yəni, kəskin və xroniki pankreatitlərdə həzm pis gedəcək, təbii ki, köp yaranacaq. Sonra belə bir seliakiya deyilən bir xəstəlik var. O seliakiya glutenə qarşı olan autoimmun prosesdə. Onu qoyuram qırağa, seliakiya çünki ətraflı bir, geniş bir mövzudur. Bu barədə qismət olarsa sonra danışarıq. Və seliakiyanın hal-hazırda diaqnozunu çox gastroenteroloqlar da qoya bilmirlər. Ona görə bu seliakiyanı qoyuram qırağa. Mədə turşuluğu aşağıdırsa, təbii ki, həzm pozğunluqları yaranacaq. Keçək bu həzm pozğunluqları. Keçək xəstəliklərə. 1. Qıcıqlanmış bağırsaq sindromu varsa pasiyentdə, təbii ki, bu tez-tez böyük bayıra çıxır. Yediyimiz qida həzm olunmağa uspet eləmir. Yəni, çatdırmır da. Uspet rus sözü deyib, yoxdur. Çatdırmır. Sadə dildə izah edirəm ki, yəni, sadə insanlar başa düşsün bunu. Həkimlər bunu bilməlidir. Pankreatit barədə məlumat verdim. Yəni, əgər mədə-altı vəzdə iltihabi proses varsa, kəskin və yaxud da xroniki pankreatit varsa, bu təbii ki, bizdə həzm pozğunluğu verəcək və buna görə də köp yaranacaq. Dizbakterioz. Cürbəcür səbəblərdən bağırsaqda dizbakterioz yaranır. Misal üçün, uzun müddət antibiotiklər qəbul etdikdə, antibiotika bir də gəlib çıxacam, uzun müddət antibiotiklər qəbul etdikdə dizbakterioz yarana bilər. Bu da təbii ki, həzm pozğunluğuna gətirib çıxardacaq. Sonra uzun müddət mədə turşuluğun aşağı salan preparatlardan kim istifadə edirsə, yəni mədə turşuluğu salan preparatlardan, bu gətirib çıxardır. Sibir deyirlər rusca, sindrom izbutişnova bakterialного rosta, yəni bağırsaqda həddindən artıq bakteriyalar inkişaf eləyir. Bu da həzm pozğunluğuna gətirib çıxardır. Təbii ki,
nə olacaq? Çöp olacaq. Öd daşı xəstəlikləri, öd daşı xəstəliyi, öd durğunluğu, öd qatılaşması nə olacaq? Yağların və yağlı qidanın emulqasiya deyirlər də, emulqирование, parçalanması pozulur, həzmi pozulur. Bu da gətirib çöpə çıxardır. Düşək biraz aşağı mərtəbəli, yoğun bağırsaq istiqamətində. Kron xəstəliyi kimdə varsa, təbii ki, bu gətirib həzmi pozuntusuna çıxardır və çöpə gətirib çıxardır. Xoralı kolit, əgər yoğun bağırsaqda yaralar varsa, təbii ki, bu da çöp verəcək. Deməli, dostlar, çöpü fikir verin. Qastrogen mənşəli, yəni mədədən asılı olaraq, mədə problemləri qastritlərdə və yaxud da mədə turşuluğu aşağıdırsa, həmin insanlarda çöp olacaq. Enterogen deyirlər, nazik bağırsaq problemləri nəticəsində çöp olur. Pankreatogen, yəni mədə altı vəzi problemlərində. Kologen isə yoğun bağırsaq problemlərində çöp olur. Bundan əlavə qeyd edək ki, qalxana bənzər vəzi var, zob deyirlər el arasında. Qalxana bənzər vəzi problemlərində təbii ki, çöp yaranacaq. Niyə? Onu da izah edeyim. Qalxana bənzər vəzinin problemlərində bizdə T3, T4 hormonları ya aşağı olur, ya da yuxarı olur. Cürbəcür xəstəliklərə müvafiq olaraq. Əgər T3, T4 sərbəst hormonlar artıqdırsa, onda mədə bağırsağın hərəkəti, kinetikası, peristaltikası güclənir və yediyimiz yemək həzm olunmağa çatdırmır. Tez keçir o həzm yerindən, sadə dildə desək. Və bu da nə olur? Çöp yaradır. Götürək əksin. T3, T4 aşağıdır. Söhbət gedir qalxana bənzər vəzidən. T3, T4 aşağıdır. Onda peristaltika, bağırsağın hərəkəti nə olur? Zəifləyir. Təbii ki, qida bağırsaqda çox qalır. Bu da həddindən artıq, yəni orada qazların yaranmasına, çöpün yaranmasına gətirib çıxarda bilər. Deməli, nə etmək lazımdır? Mütləq həkimə gəlib müayinə olunmaq lazımdır. Sadəcə sosial şəbəkələrdə bir dərman deməklə ki, çöpüm var və dərman deyin keçsin, o düzgün taktika deyil. Fikir verdinizmi köpün nə qədər səbəbləri var? Sadə qidalardan, yenə deyirəm, mədə-altı vəzi, öd kisəsi, nazik bağırsağın problemləri, celiakiya götürək, misal üçün, kron xəstəliyi, xoralı kolit, qastrit, mədə turşuluğun aşağı salmağı, zob. Fikir verirsiniz nə qədər? Bəlkə də hələ hansınsa unutmuşam. Antibiotiklər, bəzi preparatlar, antibiotik qəbul edən pasiyentlər və metformin, ikinci tip şəkərli diabet pasiyentləri metformin tərkibli preparatlar qəbul edirlər. Bu da nəyə gətirib çıxardır? Bağırsaqda yenə əvvəldən qeyd elədiyim kimi laktaza çatışmamazlığı. Bu artıq olur ikincili laktaza çatışmamazlığı. Ona görə məsləhət görülür ki, antibiotik və yaxud da metformin qəbul edən pasiyentlər süd məhsullarının uzaq olmaq. Çünki ikincili laktaza çatışmamazlığı yaranır və bu da laktozanın həzmin pisləşdirir, laktoza həzm olunmur və köp yaranır. Görürsünüzmü? Adi bir dediyimiz elementar köpün nə qədər səbəbi var. Səbəbin tapmamış köpü müalicə eləmək düzgün deyil. Mən buradan da sizə dərman vasitəsi deyə bilərəm. Lakin o dərmanı kəsən kimi təzədən köp olacaq. Amma ilkin olaraq, yenə təkrar eləyirəm, müəyyən qidaları yığışdırırıq. Bu kələmdir, üzümdür, soğandır, şirniyyatdır, qızardılmışdır, yağlı yeməklərdir. Bunları yığışdırırıq, yavaş-yavaş yemək yeyirik, az-az yemək yeyirik. Və mütləq müayinə olunmalısınız. Təbii ki, qərar sizindir, mən yalnız məsləhət verirəm. Və bu 9-10 dəqiqə ərzində ümid edirəm ki, bir faydalı məsləhətlər əldə edəcəksiniz. Tək sağlam olun, tək yaxşı olun, kanalıma abunə olun, videonu paylaşın. Çox sağ olun, minnətdaram.